Salam herkese. Kanalıma ve yeni videoma hoş geldiniz. Necəsiz, neyinirsiniz, ne var ne yok. İnşallah yaxşı olarsınız. Mən bugün neyinirəm? Həyəti yuyub təmizləyəcəm. Rayondan gələndən heç baxmamışam, yumamışam. Hər gün toz torpaq. Setup'ımı da gətirmişəm. Tripodumu da. Dedim çəkim buyur. Bunlar da mənim güllərim. Qəşəng açıblar. Sağ olsun. Yoldaşım qəşəng baxıb güllərimə, çiçəklənib hamısı. Susuz qoymuyor. Bunlar əslində iri açırlar, amma nəsə çox zəifdir. Sarmaşıqdır bu. Bu sarmaşıqdır. Bunu mən keçirdəcəm bura. Hani bura keçirdəcəm. Belə. Oradan bura qədər naves olacaq. Elə bil ki, bu şeydən ağlımda o var. Bu plakənin belə başından ora naves olacaq. Bunun da navesin belə qabağı ilə istəyirəm. Xəyallar qururam ki, belə olacaq. Burada bir dənə də yasəmən ağacım var. Onu da oralara bir yerə əkəcəm. Qəşəng. Yasəmənlə bağlı şeylərə də inanmıram. Xurafələrə. Yasəmən deyirmiş ki, ya mən, ya sən həyətdə, məhəllədə. Mən də inanmıram. Elə şeylərə Allahın yaratdığı bir güldür. Hər şeyə mənanı özümüz yükləyirik. Yəni ki, özümüz istəyərəkdən, bilərəkdən. Belə, mən başlayayım işə. Bunların içlərinə aslında şeydən, kənddən torpaq gətirəcəkdim mən. Bunlar üçün qara torpaq gətirəcəkdim. Yeni unutdum. Mamam payızda gələndə deyəcəm o gətirsin. Bir yarım torba da olsa gətirsin. Torfla qarışdırıb bunları da indi yox. Payızda köçürdərəm qəşəng qablara. Uzun sov qabları almaq istəyirəm Temudan. İstəyirəm onların içine keçirdim bunları. Rəngbərəng, başqa rənglər də alacağım. Hamısını buradan belə düzəcəm. Buranı da ləğv eləyəcəm. Buranı beton tökəcəm burada. Belə qızlar, buranı niyə bura qoymuşam? Küncə. Burada gün düşmür. Çox gün düşmür, yandırmır. Belə düzəndə gün yandırır. Oradan düzəndə də gün yandırır. Ona görə belə. Burada qəşəng kölgədə dururlar. Sərin olur onları. İndi başlayayım mən işimə. Siz də baxın. Heç bilmirəm yer varmı telefonumda, yoxdurmu? Xəbərim belə yoxdur. Mənim şlanqım qıvrılır, qatlanır deyə Zenfira xalanın şlanqını götürmüşəm. Buradakı qonşunun şlanqını götürmüşəm. Ki, qəşəng şeydim. Küçədə də güllərimiz var. Onları da sulamalıyam. Belə. Qoy bir dənə qapaq fotoğrafı üçün çəkil çəkim. Belə. Başlayaq. Burada isə qızlar nə qədər əlləşdim. Şlanqı, krantı taxa bilmədim. Sağ olsun Zenfira xala gəldi. Özü taxdı. Həmişə taxdıram şlanqı. Nədirsə bu dəfə alındıra bilmədim. Çıxırdı hər dəqiq. O tərəfini fırlatdım, bu tərəfini fırlatdım. Gəldi sağ olsun özü taxdı. Şlanqı. Belə şeylərdə mənim qonşularım yaxşıdır. Nə iş görürəmsə gəlib məndən qabaqda yapışırlar. İstər xalça yuyum, istər həyətə, nə bilim, nəysə belə böyük bir şey eləyəndə yapışırlar gəlib. Burada da elə. Gördü, əlləşirəm, gəldi. Yapışdı. Burada əslində səhər çox tezləndi. Biz ikimiz həmişə tez dururuq. Çıxıb otururuq bayırda, çay içirik səhər tezdəndən. Belə. Getdim, gördüm küçədədir o da. Çıxıb çağırdım. Dedim, gəlsən Allah. Bunun şeylə
taxa bilmirəm. Gəldi o da taxdı. Qonşularımdan yoxdur. Qızlar, sizdə necədir qonşular? Yaxşıdırmı? Necədir aranız? Bir-birinizlə köməkləşirsinizmi? Bizdə yaxşıdır. Yəni, çox razıyam qonşularımdan. Vallahi hamıya beləncə qonşular versin. Şey diye, bir saniye. Şöyle bu tepede kırıyor ya pazarı. Ona göre. Ay. Ne oldu? Ben de sıçradım. Ben de sıçradım. Ya benim de sıçradım. Yani bir hayır. Bizim giderlerden bir maşın dostum. Sofrasıyla. Hazır bir olsun. Gereksiz oldu. Yani hiç şey getirdim ben. Şöyle görüyorum bak. Ben de şey. İşte caddeleri tasarım ediyorum. Hiç yapmıyorum. Bak deri tasarım yapıyorum. Sen bunu fabrika bir adam yapıyorsun. Ben de güzel oldum daha. Bir benim adam bakıyorum. Ben konuş mu bakmaya? Böyle çok kalsam ne olacak? Bir de şey yapmışım. Ben de bak bir şey yapıyorum. Vallahi gel gel. Ben de bir şey değil. Makinesi silmişim. Gerek o zaman. Bir sildim. Sen de var. Ha? Sen de var. Ben de canım. Su kesince fare diye. Su kesince diye. Onu veriyorsa çıkınca biraz ekle olacak. Bunlar da yer tasarrufunu yapıyor. Bunlar kadar şu an da koşuyorlar. Qızlar, bayaqdan çəkirəm. Elə bilirəm çəkir. Sən demə dayanıbmış.
Mən də burada durub bu üzümü dedim suluyum. Suyu qoydum üzümün dibinə. Biraz üzüm sulansın. Bura çatmışam. Nəysə, buraları göstərməyim. Çox uzun olmasa yer yoxdur telefonda. 2 dəqiqəm var. Nəysə, buraları bitirim. Sonra nəticəni göstərərəm təmiz-təmiz sizə. Buralar bitdi. Hətta quruyur uje. Hava elə istədi ki, kondisionerin səsi də adamın başına düşür. Belə, mən bitirim buraları tez bazar. Keçim küçəyə. Küçənin güllərini də suluyum. Bitirdim. Nəhayət qutardım. İndi qaldı bu zibil vedrəsini kloka töküm. Bugün zibil günüdür, gəliblər. Bunun ağzını da hill elədim. Rəngimə baxın. Düzdür, biraz sallanıb. Bəlkitmək lazımdır. Geyir qəşən sərinlədi bura. Burada bizim oturacaq yerimizdir. Süpürgə burada qalıb. Süpürgə də almaq lazımdır təzə. Burası da bizim gül yerimizdir. Belə, bunları da suladım. Zibilləri çıxardırıq ora. Gəlib aparırlar. Maşınla. Buraları da həll elədim. Aranı da süpürdüm. Bütün yarpağı idi. Burada zibil maşını gələnə qədər zibilləri bu kutunun içine qoyuruq ki, dağılmasın. Oldu tərtəmiz. İndi oturub sərinliyin dadını çıxara bilərik. Burada qəşəng sərin olur bura. Təngin altıdır deyə. Ləzzət eləyir. Belə qəşəng. Gedim çıxım evə, zibilləri çıxardım. Sonra da paltarı yanı qoşum, su kəsilənə qədər yusun.
Kızlar, qablarımı da yuyuram daha doğrusu. İstədim biraz özüm belə səssiz olsun ki, ASMR kimi adamın belə xoşuna gəlir, belə qadıma çək-çük səsləri. Burada videomu bitirirəm. Bu biraz balaca video oldu. Əslində çox iş görmüşəm, yəni telefonda yer olmadığına görə çəkmədim. Daha da videolar da var idi. Açmamışdım, onları editləməmişdim hələ. Bundan qabaq yəqin ki, bitkiləməsini çəkmişəm, oradan paylaşmışam daha doğrusu videolardan. Burada yekunlaşdırıram. Kanalıma abone olmağı unutmayın və yazmağı unutmayın. Bu mənim üçün çox önəmlidir, dəstək olmuş olarsınız. Hələlik inşallah gələn vloglardan görüşmək ümidiylə. Allah'a əmanət olun, evinizə yaxşı baxın. Bir daha deyirəm, abone olmağı unutmayın. Hələlik.